Paleolit dövründə. Paleolitin orta mərhələsi dediyimiz orta paleolitdə idi. Bəs yaxşı, ulu icma nə zaman qəbilə icması ilə əvəz olunur? Ana xaqanlığı dövründə, yəni paleolit dövründə. Düzdür. O zaman ana xaqanlığı dövründə ya baxaq görək və yaxud da ki, qəbilə icması dövründə insanlar mifoid əmək alətləri istifadə edib deyə bilərik. Xeyr, çünki mezolit dövründə yaranıbdı, ona görə deyə bilmərik. Öncə deyə bilərik, çünki qəbilə quruluşu paleolitdə yarandı, ata xaqanlığına qədər davam edibdi, yəni eradan və 4-cü minliyə qədər. Bu dövrdə insanlar ilk dəfə olaraq mikroid əmək alətlərdən istifadə ediblər, mezolit dövrü. Sonra, bəs Akşin bizə deyəcəkdir, Akşin, de görürsən bizə, mikroid əmək alətləri dedik, nə zaman meydana gəldi? M hərfi ilə yadda saxlayırsan. Təkrarlamışdın həmin sifələri. Onları oxumamışam onu. Mezolit dövründə. O zaman sənə Albaniya mövzusundan sual versəm ki, həm Atropatena, həm Albaniyada yaşayan tayfalar hansı tayfalar idi? Kaspi və Kadusilər. Qəşəng. Bir də tayfalarımız bir də qaldı, yenə əlavə olunub. Sak. Düzdür. İskit Sak tayfalarıdır. Bəs eramızdan əvvəl 1-ci əsrin 1-ci yarısı, 2-ci yarısı. Albaniya üçün oxşar cəhət? 1-ci əsrin 1-ci yarısı Roma hücumuna məruz qalmışdı. Romalıların hücumuna məruz qalmışdı. Kameralarınız bağlı olanlar, kameralarınızı açırsınız, bir də yerdən bütün suallara cavab verirsiniz. Doğrudur. Roma imperiyası deyək, Roma Respublikası deyək. Respublikası. Əla. Bəs eradan əvvəl 66-cı ildə hücuma keçən sərkərdə kim idi? Pompey. Doğrudur. Eradan əvvəl 36-cı ildə hücuma keçən sərkərdə? Antoni idi. Antoni sərkərdəsinin adı nə idi? Kanidir. Bəli, Kanidir. Tabi elədiyi Alban hökmdarı? Oroş. 36-cı ildə Zober idi. Qəşəng, düzdür, Zober. Doğrudur. Bəs sonra bizə deyəcəkdir sonra. Zober Artabazdan fərqli olaraq məğlubiyyətə uğramışdı. Romalılar üzərində ilə bir qələbə qazana bilməmişdim. Düzdür. İndi gəl baxaq gerək. Artabazan Atropatena tarixində bu iki hökmdarın oxşar cəhəti? Bəli, onların dövründə dövlət xarici hücumlara məruz qalmışdı, asılı olmuşdu. Qəşəng, düzdür. Bəs yaxşı, o Artabazanın dövründə asılı vəziyyətdə düşdüyü dövlət hansı dövlət idi? Bəli, Selevkiya olmuşdu və 223-cü ilə 190-cı ilə qədər şu dövrdə asılı olmuşdular. Düzdür. Hansı döyüşdən sonra Selevklərdən asılılığa son qoyuldu? Magneziya döyüşünün dövrətnəvi 190-cı ildə elə bil ki, Roma sərkərdəsi 3-cü Antiox məğlubiyyətə uğradı və bundan da Selevklər Parsanı və Atropatena müstəqillik qazanır. Doğrudur. Yenidən müstəqillik qazanmışdı ifadəsini deyir. Doğrudur. Bəs yaxşı, Azərbaycanda dövlətçilik ənənəsinin əsası hansı dövlətlə qoyuldu? Qoymuşdu, Romanla elə bir sonraki dövlətlər üçün miras qoymuşdu dövlətçilərini. Qəşəng. Azərbaycanın şimalda yaranmış dövlətlərimiz hansılar oldu? Qullarda quruldu. Albaniya olmuşdu, cənubdakı Atropatena ilə Manna idi. Albaniya və İskitlər idi. Albaniya, Atropatena və Mannanın yaranmasında deyə bilərik hər üçündə Vahid imperiyanın parçalanması nəticəsində yaranmışdı. Xeyr, elə bir Manna öz-özündə yaranmışdı, amma elə bir Atropatena İskəndərin imperiyasının süqutundan sonra yaranmışdı. Qəşəng, düzdür. Ümumi düşmənə qarşı mübarizə nəticəsində Manna yarandı. O düşmənlər kimlər idi həmin dövrdə? Aşurlar, bir də Urartu idi. Düzdür. Bəs Səbinə bizə deyə bilərmi? Səbinə, eradan əvvəl 9-cu əsrdə biz dedik ki, Manna adına ilk dəfə harda rast gəlmişdi? 3-cü suallarsan kitabəsi 843-cü ilə inamsın əvvəl. Qəşəng. 843-cü il, yəni 9-cu əsrdə. Yenə Assur mənbələrində rast gəlməsinə görə başqa hansı dövlətlə oxşar cəhət edərsən? Assur mənbələrində? Bəli. Hansı yox. Bir də Midiyalılar. Midiyalıların da adına 9-cu əsrdə eynən Mannada olduğu kimi Assur mənbələrində rast gəlmişdir. Sonra oradan qeyd elədik ki, Midiya Badi birləşməsi neçənci ildə Assur dövlətinə son qoyublar? Assur dövlətinə eramızdan əvvəl 605-ci ildə. Düzdür. Onda Assur Manna dövlətlərinin süqut etməsinin oxşar cəhəti? Midiya tərəfindən son qoyuldu. Düzdür. Hər ikisi də eyni əsrdə süquta uğrayıb deyə bilərsən? Xeyr, biri 7-ci əsrdə, digəri 6-cı əsrdə. Doğrudur. 6-cı əsrdə Manna ilə eyni vaxtda süqut edənlər hansılardır? Urartu, bir də İskit. Qəşəng, düzdür. Xumar bizə deyəcəkdir, Xumar. Sonra, bəs yaxşı, biz qeyd elədik ki, Azərbaycan ərazisində ilk erkən dövlət qurumumuz hansı dövlət qurumu oldu? Manna. Erkən dövlət qurumu. Qurumu. Bax, oradan Nuray bacın deyək. Xumar, eşit. Buyurun, uşaqlar.
Arada. Bəli, Aradaydı. Düzdür. Biz Arada, eləcə Kuti-Lubi haqqında hardan məlumat əldə edirik? Sargon kitabəsində. Sargon yox, Şumer kitabı, Şumer mixi dastanlarında, yazılarında rast gəlinir. Hə, bəs yaxşı. Orada sən bizə deyəcəksən, bir də Aradda haqqında nə qeyd olunurdu Şumer? Aradda necə adlandırılırdı Şumer mənbələrində? İgid Senshin. İgid süpərkördə nə idi? Kim deyər? Buyur Bahar. Bilmirəm orasını. Əl qaldırırsan, ay Bahar. Nuray deyəcək, bacısının köməyinə tez yetişdi. Varlı, bəhləli dağları olan ölkə. Düzdür. Bol bəhrəli Muğan düzü. O mahnı yadınızdadır uşaqlar. Bax onunla yadırsan. Bol bəhrəli Muğan düzü. Haradır? Araddaymış. Bu belə. Bəs yaxşı de görüm qızım sən mənə xumar. Mannanın paytaxtı hansı şəhər idi əsas? Neçənci ildə qoyulubdu? İzirtu şəhəri idi. Qəşəng, düzdür. İzirtu şəhəri. Əsasda evet, əvvəl 9-cu 9-cu əsrdə qoyulmuşdur. Mannanın mərkəzləşdirilmiş canişinlik sisteminə əsasını qoymuş hökmdar kimdir? İzir. Adı, o da İranzu olmasın? Ay səni İranzu idi. Qəşəng təkrar edəm. Ondan sonra Fərdə bizə deyəcəkdir. Fərdə, Manna haqqında biz qeyd elədik ki, ilk məlumatlar hardan əldə edirik? Şumer kitabəsindən. Şumerik yoxsa Kinsargonun, yəni Assur mənbələrində rast gəlinmişdi. Beləsə sən bizə də görək, bu Assur mənbələrində 829-cu il qaynaqlarında nə qeyd olunurdu? 829-cu il. Bəli. Hansı Manna hökmdarının torpaqlarına yaxınlaşdığını qeyd eləmişdilər? Neydi? Yox, aşağı deyil. Buyur Arifə. Udakinin adı çəkildi də, dedi ki, ilk dəfə Udakinin adı onu çəkilir. Fərdə xanım, sınaqda da iştirak eləmədin. Dərsimizdə bilmirəm, necə təkrar edibsən. Yaxşı, sən bizə Atropatin ərazisində yaşamış tayfalar misal çəkə bilərsənmi? Atropatinada İskitlər, Saklar, Kadusilər, Kaspilər, sonra Maqlar, Müqlər. Bəli, Maqlar. Bu tayfalar yaşamışdı. Bu tayfalardan hansı idi ki, Avestanın mühafizəçiləri hesab olunurdu? Maqlar. Bəli, Maqlar doğrudur. Bəs yaxşı, Herodotun məlumatına görə Yunan-İran müharibəsində iştirak eləmiş tayfamız hansı tayfadır? Müklər. Kaspi tayfaları idi. Kaspi tayfaları idi. Sonra, yaxşı, Kaspilərin adından biz dedik ki, bu günləri hansı dənizin adı adlandırılır? Sadə bir sual verək, yadımıza düşsün. Dəniz. Bəli, Kaspi dənizi. Yəni, Xəzər dənizi. Xəzər dənizi. Bugün Avrupa'da. Kaspiyasin. Nəyinin Arifə? Kaspiyasin mən belə, istədi ilə də Xəzər dənizi ilə gedir. Üzr, hə. Bu günləri Avropada, ümumiyyətlə bir çox dünyanın, biz ona Xəzər dənizi deyirik. Xəzər hövzəsi Xəzər dənizi deyir. Amma Avropada, eləcə də Yunan, Roma müəllifləri onları o Xəzər dənizini Kaspi dənizi adlandırıblar. Hə, Fərdə xanım, o zaman sən bizə deyəcəksən, Atropatinanın paytaxtı? Qazaka. Albaniyanın paytaxtı? Qəbələ. Kim demişdi ki, Albaniyanın paytaxtı məhz Qəbələ şəhəri olur? Buyur Səbinə. Bilin. Bəli, düzdür, böyük bilimli bu haqda məlumat vermişdik Fərdə xanım. Aysu bizə deyəcəkdir, Aysu, İbtidai icma quruluşunda biz öyrəndik ki, səsli nitqin yarandığı dövr hansı dövr idi? Üst paleolit. Üst paleolitdə cəmiyyətdə kimlərin mövqeyi gücləndi? Cəmiyyət ağıllı insanlar Ağıllı insan yarandı. Bir yadına salsam bu. Yoxsa qadınla bağlı idi, bizlərlə bağlı idi. İş bizdən keçirdi. Ana xaqanlığı, qadınlarımız. Ana xaqanlığı dövrü başladı. Ana xaqanlığı neçənci milliyə qədər və ya hansı dövrə qədər davam edibdi? 4-cü minilliyin erkən 9-a qədər. Düzdür, 4-cü minilliyin doğrudur. O zaman sən bizə deyəcəksən, orada qeyd elədi 4-cü minillik. 4-cü minilliklər hansı dövrdür bəs? Eneolit, Mistaş dövrü. Düzdür. Onda insanların ilk tanış olduğu metal hansı metal oldu? Mis. Mis. Amma nə üçün misdən geniş istifadə edilmədilər? Çünki kövrək olduğu üçün tez parçalanırdı. Sonra yenidən daş alətlərə üstünlük verdilər. Doğrudur. Eneolit dövründə ölülərin üzərinə səpilən qırmızı maddə? Oxra.
Oxuraydı, düzdür. Və bir də öyrəndik ki, bu zaman ölüləri harda bastırırdılar? Evlərin içərisində. Evlərindən kənarda nə zaman bastırmaya başladılar? Erkən Tunç dövründə. Düzdür. Yavaş-yavaş Aysu tarixlə barışmağa başlayır. Tarixlə savaşın artıq yavaş-yavaş yekunlaşır. Bahar bizə deyəcək, artıq sevməyə başlayır tarixi. Bahar bizə deyəcəkdir, Bahar qızım, de görəsən, biz qeyd elədik ki, ilk dəfə axirət dünyasına inam nə zaman yaranır? Alt paleolitdən yaranırdı, ay kələlər tapılmış. Dinin açılardı. Axirət dünyasına inamı soruşdum. Üst paleolitdən. Oradan Akşin deyir ki, ay Bahar, Akşin de görün. Hə, orta paleolit dövründə idi. Orta paleolit dövrü yadında saxla. Axirət dünyasına inam yaranmışdım. Bəs Bahar, ölülərin üzərində, daha doğrusu yanına məişət əşyalarının qoyulması hansı dövrdür? Erkən Tunç. Mezolit dövrü. Ölülərin yanına məişət əşyalarının qoyulması isə mezolit dövrü. Ölülərin üzərinə oxranın səpilməsi Eneolit dövrü. düzdür. Eneolit ölüləri harda bastırdılar? Evlərin içində. Bəs yaxşı, nə zaman evlərdən kənara çıxardılar? Erkən Tunçda. Erkən Tunç dövrünün digər adı? Bölgə mədəniyyətidir, Kür-Araz mədəniyyəti. Şəhid düzdür, Kür-Araz mədəniyyəti. Bu dövrdə torpağı nə ilə şumluyurdular? Tıyla başlayırdı. Heç toxa filan demə. Toxa deyil. Oraqla. Xış ekinçisi deyil. Xış ekinçisi. Bəli, xış. Bəli, xış gəldi, sonra xış adamlığı əvəz olundu. Bəli, xış ekinçisi var, bunu soruşurdum. Onda Sevil bizə deyə bilərmi? Sevili qızım, de görəsən bizə. Bu erkən Tunç dövründə insanların həyatında, təsərrüfatda nə kimi yeniliklər baş verdi? Əkinçilik və maldarlıq böyük rol oynadı. Əkinçilik və maldarlıq bir-birindən ayrıldı desək bəlkə. Xış əkinçiliyi ilə əvəz olundu. Aha. Nə xış əkinçiliyi ilə əvəz olundu? Əkinçilik, Toxa əkinçiliyi. toxa əkinçiliyi və Xış əkinçiliyi ilə əvəz olundu. Sonra bir də maldarlıqda yenilik baş verdi ki, maldarların mütləq mal qarasını insanlar aparıb dağlıq ərazilərdə otarırdılar. Buna nə deyirik biz? Yayda deyirlər. maldarlığı. Cəmiyyətdə kişilərin əməyinə çox böyük ehtiyac olduğuna görə artıq kimlərin hakimiyyəti başladı? Ata Xaqanı, Düzdür. Ata Xaqanlı nə zaman başa çatıb sevir? Heç baxma, bax orada Nuray deyir ki, özünü yorma, başa çatmıyor. Hələ də kişilərin hakimiyyəti davam edir. Sözün var? Dərsdəyim, doğru deyirsin. Sonra bir də nələri yadda saxlayaq buradan? Bizim ox və kemanın yarandığı dövr hansı dövr idi? Orta Tunç, Orta, daş bəlkə demək istəyəsən, mezolit dövrü. Ox və keman. Bu dövr hansı? Yaşayış məskənləri əsasında öyrənilmişdir. Ay Sevil. Və görün Nuray. Gürcistan qayaları. Və bir də Qazaxa getsək, Qazaxda Damcılı mağarası. Qobustan Damcılı mağaraları. Qoy görək Sevil xanım Atropatena Albaniya necə öyrənibdir? Sevil xanım, Atropatena Albaniya neçənci əsrdə Romanın hücumuna məruz qalıb? 323. Eradan əvvəl 1-ci əsr, 66-cı ildə Eradan əvvəl 66-cı ildə Romaya hansı Roma sərkərdəsi idi ki, Albaniya üzərinə hücuma keçib? Heç nə, buradan bir-iki şagirdimizə geçək, cəzalar verək. Özdə 11-ci sinifdir. Sevil, gördün, paylaşmışam keçənki qızlarımdan 2 nəfər hüquqşünas qızlarım. Əslində 3 nəfər, bir oğlandı, 2 nəfər qız. Elsəvər adında oğlan, bir də Lamiyə, Firəngiz adında qızlarımız. Artıq hüquq fakültəsinə təhsil alırlar, 2-ci kursa keçiblər, sağ alistin başınızda. 2-ci kursa keçmiş hesab olunurlar, hə, 2-ci kursa keçiblər. Yaxşı oxumaq lazımdır ki, nəticəmiz də yaxşı olsun. O günlərdə paylaşmışdım, abituriyentlərimdən biri artıq Polis Akademiyasının cavabları çıxıbdır. Polis Akademiyasına qəbul 540 balına. Bunun üçün nə etmək lazımdır? Gecə gündüz çalışmaq lazımdır. Yaxşı-yaxşı oxumaq lazımdır.
Məsələn, bugünkü təkrarımız heç xoşuma gəlmədi səndə. 6-cı sinifdən mütləq 2 dənə sual düşür. Mütləq. Biri ibtidai icma quruluşu ilə bağlı, biri Atropatina Albaniya manna ilə bağlı. Bəzi hallarda oxşar cəhət fərqli cəhət edib 2 sual da sala bilərlər. Onun 3 sual daha doğrusu. Ona görə yaxşı oxumaq lazımdır. Ləman bizə deyəcək, Ləman, Albaniyada yaşayan tayfalar hansı tayfalar idi? Kasplər idi, Kaduslar idi, sonra dedilər, Amadlar da, Ütlər idi, Qarqarlar idi. Bunlardan hansılar Qafqaz dili hesab olunur? Qafqaz dillər deməli Uti vilayətində Qəbələnin şəhərində idi. Qubanın Xınalıq kəndi Xınalıqlardır, Qudur kəndi Qudurlulardır. Qəşəng, düzdür. Albaniya ərazisi eramızdan əvvəl 1-ci əsr, eramızın 1-ci əsr. Oxşar cəhət? Roman hüküm. Elə Roman yad ellilərdir. Yad ellilərdir. Eradan əvvəl 1-ci əsrdə kimin hücumuna məruz qaldı? Eramızda 70-74-də Alman hücumuna məruz qaldı. Eramızda 66-cı Roma olan 65-ci ildə Qanıq döyüşü baş vermişdi. Bir də ki 36-cı ildə döyüş baş vermişdi. Qəşəng. Bax orada bir də yadımıza salaq görək. Eradan əvvəl 53-cü ildə Atropatena Parfiya birləşmiş qüvvələri kimə qarşı mübarizə aparıbdı? Romaya qarşı mübarizə aparmışlar. Doğrudur. Eradan əvvəl 53-cü ildə baş verən döyüşümüz Kara döyüşü baş vermişdi. Roma məğlub olmuşdu. 38-ci döyüş baş vermişdi. Nəticədə Roma qalib gəlmişdi. Əla düzdür. Karra döyüşündə məğlubiyyətə uğrayıb vəfat edən, öldürülən Roma sərkərdəsi kim idi? Krasovda, Krasovda adı. Doğrudur. Karra, Kras belə yadda saxlamışdı. Eradan əvvəl 36-cı ildə Atropatena üzərinə hücuma keçmiş Roma sərkərdəsi Antoni. Düzdür. Antoninin şərqi yürüşünü bir yadımıza salaq görək. O məqsədi nə idi? Kimin imperiyasına bənzər bir imperiya qurmaq istəyirdi? Makedoniya İskəndər. Qəşəng. Həmin dövrdə gözlənilmədən 36-cı ildə hansı əraziyə hücuma keçir? Fraspa şəhərinə. Fraspada Atropatenanın istiqamətgahı adlandırılırdı. Oraya yürüşləri və nəticədə Romalılar məğlub oldular. Atropatena qalib gəldi. Qəşəng. Doğrudur. Beləliklə, Atropatenada hansı hökmdar idi ki, Roma Artabazdı idi? Əla, doğrudur. İlahə bizə deyəcəkdir, İlahə. Artabazla, indi gəl Zoberi fərqli cəhət eləsək. 36-cı ildə Antoni məğlub olur. Yəni burada Artabaz qalib gəlir, amma Kamedi qalib gəlir, yəni Zober məğlub olur. Doğrudur. Yəni Atropatena Albaniyadan fərqli olaraq hətta deyir ki, Roma Respublikasının məğlubiyyətə uğratmağı bacarmışdır. Düzdür. Bəs yaxşı. Bir də burada nələr öyrəndik səndən? Atropatena ərazisinə keçək. Eramızdan əvvəl bir dənə gözləm. Hə İlahə. Eradan əvvəl 3-cü əsr, Eradan əvvəl 3-cü əsr Atropatena, eramızdan əvvəl 1-ci əsr Atropatena. Hər ikisini birləşdirən cəhət Hərci cümləyə məruz qalması Eradan əvvəl Selevkilər idi. Eramızın 1-ci əsrində də Romadır. Doğrudur. O zaman belə bir sual versəm sənə. Atropatenanın yenidən müstəqillik qazanması. Eradan əvvəl 190 Magneziya döyüşü. Düzdür. Bəs Eradan əvvəl 180-ci ildə Hindistanda baş verən hadisə? Səhv deyirəmsə 180-ci ildə Mauriya sülaləsinin hakimiyyətinə son qoyulması idi. Bəli, düzdür. Doğrudur. 174-də də misal üçün Metenin hakimiyyətdən gedişini deyə bilərik. Bəs yaxşı, Atropatena ərazisinə nəzər salsaq, burada dedik ki, hansı dinə sitayiş edirlər? Zərdüştlük. Baş məbədgah harada yerləşir? Qazakada. Bəs Qazaka məbədi kimlər tərəfindən dağıdılmışdır? Qazaka. Bəli. Qazakada Zərdüştlərin baş məbədgahı kimlər tərəfindən dağıdılır? Sonraki dövrdə, buyur Səbinə. Bizanslar tərəfindən. Bəli, Bizanslılar tərəfindən dağıdılmışdır. Bəs yaxşı İlahə. Bir də Atropatena dövlətinə kimlər tərəfindən son qoyuldu? Parfiyan Arşaklar sülaləsi bizim İran 1-ci əsrində. Düzdür. Bəs bundan sonra Albaniya xarici siyasətdə kimə meyl edir? Romaya. Düzdür. Neçənci əsrlər ərzində Roma və Albaniya arasında dostluq münasibətləri mövcud olubdur? 3-cü əsrin ortalarına qədər. Nə üçün 3-cü əsrin ortaları deyirsən? Çünki bundan sonra hakimiyyətdə Anneyda 62-ci ildə kimlər tabilədi Albaniyanı? Səfənlər. Bəli, düzdür. Səsanilərin tabi edişinə qədər deyil ki, məhz Albaniya Roma ilə dostluq münasibətləri saxlamışdır. Düzdür. Arifə bizə deyəcəkdir. Arifə,
Tunç dövründən Orta Tunç dövrünə bir nəzər salsaq. Orta Tunç dövrünün adı digər adı nə mədəniyyət adlanırdı? Bayrağı qablar mədəniyyəti, ona görə bayrağı qablar mədəniyyəti adlanırdı ki, yəni baxmayaraq ki, Neolitdə saxsı qablar düzəldildilər, amma Orta Tunç dövründə baxışlar vurdular, bayrağı qablar düzəldildilər, buna görə də mədəniyyətin adı elə gedir. Doğrudur. Bəs yaxşı, ilk dəfə duluz qablar nə zaman ortaya çıxdı? İlk dəfə duluz qablar bizə çoxlu şəkildə Neolitdə düzəldirdilər, amma o ki, yəni belə qəşəng peşəkar düzəltdikləri Orta Tunç dövründə idi. Nə zaman duluz qabları bişirmək üçün kürələr meydana çıxmışdı? Neolit dövründə. Düzdür. Bəs indi bir də Neolit dövründə yeni bir metal əldə olundu ki, bu metal necə adlandırılırdı? Mis adlandırılırdı. O da ki, mis çox yumuşaq olduğuna görə ona biraz qatıqlar qatıb tunç əldə edirlər. Qəşəng. Bəs orada misi ilk vaxtda hansı yolla emal edib hər hansısa bir məhsul düzəldirdilər? Birinci onu soyuq döyürdülər. O ki, ondan sonra oraya immini üstün katdılar və istilədib sonra döyüb hazırlayırdılar. Doğrudur. Yəni soyuq döymə, ardınca isti döymə üsulundan istifadə elədilər. Bir də uşaqlar, Orta Tunç dövründə də yenə metal əritmək üçün sobalardan istifadə olunur. Metal əritmək üçün sobalar genişləndirilir deyirik. Doğrudur. İlk dəfə toxuculuq nə zaman yaranmış tarixə? İlk dəfə toxuculuq da Neolitdə deyə bilərik. Deyir ki, heyvanların birləşdirilməsini yığın falan əldə elədilər, ondan sonra toxuculuq yaranır. Bəs yaxşı, toxucu dəzgahları nə zaman ortaya çıxmışdı? Toxucu dəzgahları Orta Tunç dövründə də, Orta Tunç dövründə gəldi. Düzdür, Orta Tunç dövründə idi, düzdür. Orta Tunç dövründə biz dedik ki, Azərbaycanda Oğlan qala, İkinci Kültəpə, Üzərlik təpə, bunlar necə yaşayış məskənlərdir? İbadətgahlar idi, deyirsən. İbadətgah mıydı, şəhər miydi? Kiçik şəhərciklər idi. Deməli, şəhərlər meydana gəlmişdi Azərbaycanda. Bəs ibadətgahlar dediyi nə zaman ortaya çıxdı? Erkən Tunç dövründə birinci Kültəpə olmuşdu, bir də ki, Baba Dərviş. Birinci Kültəpə, Baba Dərviş, bir də doğrudur, Sərkərtəpənin adını çəkirdik. Düzdür. Bəs Gülşən bizə deyə bilərmi? Gülşən, hansı dövrümüz qaldı? Son Tunç erkən Dəmir dövrü. Ya baxaq görə, Son Tunç erkən Dəmir dövrünü öyrənmək üçün ən yaxşı arxeoloji tədqiqat işləri harda aparılıbdı? Daha doğrusu həm Son Tunç, həm erkən Dəmir dövrünə aid olan. Bəlkə Məktəbədə. Muğanda Uzuntəpə olmazsa, bu da Cəlilabadda yerləşir, Uzuntəpə. Uzuntəpədə nə tapılmışdı? Uzuntəpədən dəmir tiyəli dəstəkli nəsə. Dəmir tiyəli, tunç dəstəkli qılmışlar tapılır. Sonra Əlkü Məktəbədə qeyd elədin ki, Əlkü Məktəbədə tapılan evlər hansı formada idi? Evlər dairəvi. Çardaqlı, bəli, dairəvi, düzbucaq formada çardaqlı evlər Əlkü Məktəbədə tapılmışdı. Bəs yaxşı, orada qeyd elədin, bu evlər nədən inşa olunurdu? Çiğ kərpicdən. Bəli. Bir salınmışdı. Çay daşına inşa olunurdu. Sonra Eneolit dövrünün neçənci minillikləri əhatə edir? Eneolit 4-6. 6-4. 6-4-cü minillikləri. Bundan əvvəlki dövrdə dedik, Toxanın meydana gəldiyi dövr hansı dövrdür? Neolit dövrü. Neolit inqilabı adlandırılan hadisələr hansılardır? İnsanlar toxuculuqla məşğul oldu, daşları deşməyə cilalamağı öyrəndi, saxsı qablar istehsal elədi. Düzdür. Saxsı qablar buradadırsa, bəs saxsı qabların ömrünü uzatmaq üçün onları nə zaman kürələrdə bişirməyə başladılar? Orta Tuncda. Biraz da fikirləş, Orta Tunç muydu, yoxsa? Kürələr Eneolitdə. Eneolit dövründə idi, düzdür. Bax, o dediyin Orta Tunç dövründə isə o qablar üzərini müxtəlif boyalarla rənglədiyinə görə necə adlandırılır? Boyalı qablar mədəniyyəti. Bəli, düzdür, boyalı qablar mədəniyyəti. Son Tunç erkən Dəmir dövrü neçənci minillikləri əhatə edirdi? Son Tunç erkən Dəmir dövrü ikinci minilliyin ikinci yarısından ikinci minilliyin sonuna, birinci minilliyin sonuna qədər. Sonlarına qədər, düzdür, eradan əvvəl ikinci, birinci minillikləri əhatə eləmişdi. İbtidai icma quruluşunun dağılmasının səbəb olan amillər nələr oldu? Təsərrüfat sahələrinin inkişafı, insanlar arasında birləşməyə yaranması, hakimiyyətin nüfuzlu şəxslərin cəmləşməsi. Düzdür. Orada qeyd elədiniz ki, Azərbaycanda soruşaq edim səndən. İbtidai icma quruluşunun dağılma səbəblərini gəl bir daha baxaq. Sosial təbəqələşmə dedik. Sosial təbəqələşmə nə zaman yarandı ilk dəfə olaraq? Tuncda, erkən Tuncda. Düzdür. Bəs sosial təbəqələşmənin dərinləşdiyini göstərən
Faktlar, qəbirlər hansı qəbirlər idi? Kurqan qəbirlər. Hansı qəbirlər? Son Tunç erkən dəmir dövrünə aid olan. Bu qəbirlərin adı mənim kitabda qeyd olunmuyor. Oğuzda qəbirlik, Qarabağın ən sonda qeyd olunur. Ən sonda qeyd olunur bunlar. Sonra Nuray ilə davam edək. Nuray, eradan əvvəl 530-cu ildə baş verən döyüşümüz. Nuray Sultanova, sualım sənədir. Eradan əvvəl 530. Bəli. İkinci Kirin Tomris tərəfindən öldürüldüyü döyüş hansı döyüşdür? Buyur Səbinə. Şöyle diyeceğim. İkinci yadımdan çıkardım. Aras dahili döyüşüydü. İkinci Kirin Tomris tərəfindən öldürüldüyü döyüş. Aras dahili döyüş. Bəs yaxşı, indi səmizə də görək, hardan başlayaq? İskitlərin Azərbaycana gəlişi. Nuray, kim İskit sak tayfaları neçənci əsrdə Azərbaycana gəldilər? Eradan əvvəl 7-ci əsrdə. 7-ci əsrin 1-ci yarısı düzdür. Kimlər harda yaşayırdı? Hardan Azərbaycana köçüblər? Hardan köçdülər? Bir yadına sal. Bunlar Qaradənizin şimal sahillərindən gəlmişdilər. Bəs Aşşur mənbələrində bu İskitlər necə adlandırılır? İşquzlar. Düzdür. Və yaxud İç adlandırılmışdı, düzdür. Bax, İç Oğuz çarlığı. Yəni ki, İskit sərtlaçı Azərbaycanda hansı ərazidə yaranıbdır? Urmiya gölü ətrafı. Yox. Şimalında. Şimal tərəfində və Harda Kür Araz çayları vadisində yaranmışdır. Kür və Araz çayları arasındakı ərazidə. Orta əsrlər dövründə hansı dövlət yaranıbdır? Şəddadilər dövləti. Şəddadilər dövləti yaranmışdır. Parfiya Azərbaycan ərazisində deyil. İskit çarlığından sonra Azərbaycanın şimalında yaranmış digər bir türk mənşəli dövlətimiz Albaniya. düzdür. Bəs yaxşı, Albaniyanın paytaxtı hansı şəhər idi? Qəbələ. Düzdür. Eradan əvvəl 66-cı ildə Pompeyaya qarşı mübarizə aparmış Alban hökmdarı kim oldu? Oradan eradan əvvəl 66-cı Kür döyüşündə məğlub olur. Bəs bunların arasında Kür döyüşü baş verib, saziş imzalanmışdı. Nə üçün yenidən qanun döyüşü baş verdi 65-ci ildə? Çünki Pompey yenidən hücuma keçmək istəyirdi. Nəsə var idi orada? Bunları da görüm. Albanlar onları təhrif edib, onlara təhlükə yaratdıqları üçün yenidən hücuma keçdilər. Təhlükə yaradır. Bunlar da fikirləşdilər ki, bir bunlar məğlubiyyətə uğradar. Və görüm Nuray, həmin vaxt qanun döyüşündə hansı vasitə ilə, bəs necə oldu ki, məğlubiyyətə uğratdılar Albanları? Pompey hərbi hiylə işlətdi. Bəli, düzdür. Hilə işlədərək məğlubiyyətə uğratmışdı, düzdür. Sonra bir də yadda saxlayaq qanlıq döyüşündən sonra tarixdə Kür döyüşləri demişdim uşaqlar. 662, 1405, 1412-ci illərdə tarixdə baş vermiş Kür döyüşlərdir. Nuraya başqa nələri sual verək? Nuray, neçənci illər ərzində Midiyada İskit ağalığı hökm sürürdü? Neçənci illər? Bəli. 7 eradan əvvəl 1-2-ci əsrlərdə. Biraz da fikirləşək. Buyur sona. 653-cüdən 625-ci ilə qədər 28 illik. Düzdür. Bax, bu da hesab olunurdu ki, İskit ağalığının zirvə nöqtəsi idi. İskit ağalığının zirvə nöqtəsi. Eradan əvvəl 719-cu ildə Nuray, hansı Manna vilayətlərində bəs üsyan baş vermişdi? Bəli, Şuandağlı və Durduqqa. Qəşəng, düzdür. Şuandağlı, Durduqqa vilayətlərində. Həmin üsyanı yatırmaq üçün kim köməyə gəldi bizə? İkinci Sargon. Bəli, ikinci Sargon, doğrudur. Uşaqlar, biz sizlərlə keçən dəfə Albaniyanın testlərinin hamısına baxdıq elə. Kimin test toplusunda? Kimin test toplusundan baxdıq suallara. Sonra indi yeni olaraq, yeni test olaraq Arifə, başqa nə test vermişdim sizə? Ama bir sayıdan vermiştiniz benden Azerbaycan'da Albanya bir de yani bütün öğrencilerimizden sonuçta erken dönüyor istedim. Anar sayının cavablarını yoxlayıbsınız uşaqlar. Bəli. Hamı yoxlayıbsa, onda gəlin bir də testlərin üstündə də bir-bir baxdıqca sual cavab edeyim. Testlərimiz çoxdur. Oradan da bir-bir yoxlayaq.
Mən deyəməsin ki, ibtidai icmadan 2 səhv çıxdı. Çox sevindim həqiqətən 120 sualdan 2 səhv. Əla. Min 25, 26. Buradan uşaqlar sizə hardan vermişdim mən? İbtidai icmadan vermişdim, yoxsa Mandatin Albaniya? Yox, ibtidai icmadan mən münasibətin aldım. Mən 3 daha icma verməmişdim axı. Vermişdim ki, Demişdim. nə vermişsiniz? Onda Mandadan. Yox, Mandadan uşaqlar, səhvlərimizə baxaq. Sonra ibtidai icmadan da kimlər işləyibsə onlara da səhvlərinə baxarıq.